Bakının baş planı uğurla icra olunur. Köhnə binalar mərhələli şəkildə sökülür, sakinlər müvəqqəti kirayə mənzillərə çıxarılır və tikilən binalarda sakinlər yeni mənzillərlə təmin edilir. Bir sözlə 2040-cı ilə kimi Bakının ümumi görkəminə xələl gətirən binaları müasir çox mənzilli binalar əvəz edəcək. Hazırda Bakının baş planına əsasən digər tikinti layihələri də icra olunmaqdadır. Neçənci ilin binasıdır binanız? Hardasa 60-cı ilin. İsmar müddəti başa çatmış binadır. Çatıb. Söküləcək binanız. Elə deyirlər. Bakının baş planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddəti başa çatmış, eyni zamanda şəhərin görkəminə xələl gətirən həm yaşayış binalarının, həm də sökülməsinə zərurət yaranan qeyri-yaşayış sahələrinin söküntüsü davam edir. Torpaqların dövlət ehtiyacı üçün alınması prosesində əksər ərazilər parklarla əvəzlənəcək ki, bu da paytaxtda sıxlığın qarşısını almasına, bundan əlavə parkların salınmasında, həmin torpaqların artıq dövlət balansına alınmasına və yaşıllıq ərazinin artmasına xidmət edəcək. Ekspertlər deyir ki, 20 il ərzində Bakıda minlərlə bina söküləcək. Son 3 il ərzində Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nizami və Nərmanov rayonlarında onlarla qəzalı binaların sakinləri köçürülməklə yanaşı binaların söküntüsü də mərhələli şəkildə həyata keçirilir. Bu zaman Bakı ətrafı ərazilərdə belə xeyli sayda yaşayış məntəqələr, hansı ki, həmin kommunikasiya xətlərinin üzərinə düşən ərazilərdə söküntülər aparılacaq. Bununla bağlı artıq müxtəlif yoxlamalar, ölçülər götürülür ki, həmin ərazidə söküntülər aparılan zaman isə vətəndaşların mənzilləri bazar dəyərinə uyğun olaraq qiymətləndiriləcək və torpaqların dövlət ehtiyacı üçün alınması prosesində vətəndaşlara kompensasiya olaraq mənzil deyil, pul ödənilir. Bakının 12 rayonunda ümumilikdə 11 mindən artıq istismar müddəti başa çatmış bina var ki, bu binalardan da yaşayış üçün təhlükə yaradan qəzalı vəziyyətdə olanlar ilkin mərhələdə sökülür. Baş plana əsasən çox mənzilli binalarla yanaşı fərdi evlərin söküntüsü də həyata keçirilir. İkinci mərhələdə isə qismən qəzalı vəziyyətdə olan binaların bərpası icra olunur. Baş plana əsasən qəzalı vəziyyətdə olduğu üçün sökülməsi planlaşdırılan binalarla yanaşı tarixi memarlıq abidələri və az qəzalı vəziyyətdə olan binalarda ya təmir işləri həyata keçirilir və yaxud da tarixi memarlıq abidələri restavrasiya olunur. Binaların söküntüsü baş plana əsasən bir neçə prioritet hədəf əsasında həyata keçirilir. Məqsəd odur ki, Nizami rayonunda bizə verilən ərazilərdə qırmızı xətlə nişanlanmış ərazilərdə köhnə binalar tikib onun yerində müasir söküb və əhalinin yeni binalar təmin etməkdir məqsədimiz. Bunlardan biri özəl tikinti şirkətləri tərəfindən qəzalı vəziyyətdə olan köhnə tikililərinin sökülüb yerində yeni çox mənzilli binalarla əvəzlənməsidirsə, digər isə ehtiyat torpaq fondunun yaradılması məqsədi ilə sökülən binaların yerində yaşıllıq zolaqlarının və parkların salınmasıdır. Hal-hazırda biz Nizami rayonunda Şirin Mirzəyev küçəsində köhnə 2 mərtəbəli 1953-cü ildə inşa olunmuş binaların söküb, onun yerində müasir tipdə beynəlxalq standart cavab verən 16 mərtəbə yaşayış binasını inşa edirik. İndi bir bina sökülübdür, 28 dənə ailəyə biz mənzillə təmin eləmişik. Hal-hazırda ikinci bina sökülmə üzrədir. Onda 12 nəfər, 12 dənə ailəyə orada biz mənzillə təmin edəcəyik. Sökülən binalarla yanaşı Bakıda onlarla tarixi binaların restavrasiyası da həyata keçiriləcək. Baş plana əsasən 2040-cı ilə kimi paytaxt ərazisində yeni yol qovşaqları, körpülər, metro stansiyaları və böyük yaşıllıq əraziləri də salınacaq. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.